Rəhman və Rəhim olan Allahın adıyla. Hifz dərsləri Bəqərə surəsinin 12-ci ayəsi. İlk olaraq biz gərək məfahimdən başlayaq, yəni sözbəsöz tərcüməyə diqqət edək. Əuzu billah, bismillah, ələ, yəni bilin ki, agah olun, bilin, ələ o deməkdir. Amma diqqət edək, ələ deyil, ələ. Yəni vurğuya diqqət edək. İnnə, həqiqətən, şübhəsiz, hum, onlar, yenə əlavə olaraq hum yazılıb, yəni özləri, yaxud əsl mənada. Əl-mufsidun, yəni fəsad törədənlərdir. Bilin, agah olun, onlar əsl fəsad törədənlərdir də deyə bilərik. Bilin, agah olun, onlar özləri fəsad törədənlərdir. Vələkin sözü lakin elə deməkdir və lakin lə burada inkarı bildirir. Yeş'urun, yəni şuur sözündəndir. Yəni şuur etmirlər, şuurları yoxdur, dərk etmirlər, anlamırlar, bilmirlər. Hər bir məna demək olar. Ələ innəhum humul mufsidun vələkin lə yeş'urun. Yəni bilin ki, agah olun ki, onlar özləri fəsad törədənlərdir. Lakin bunu dərk etmirlər, başa düşmürlər. İndi isə az da olsa təfsirə də toxunaq. Bəqərə surəsi 12-ci ayədə. Yəni müsəlmanlar münafiqlərin zahirdə gözəl görünən aldadıcı şüarları qarşısında gərək ayaq-sayaq olsunlar. Yəni hökmən ayaq-sayaq olmalıdırlar. Çünki Quran-ı Kərimin elə Bəqərə surəsinin 12-ci ayəsində bizə vurğulayır, əvvəlcədən deyir ki, bilin, agah olun. Yəni sayıq olun. Anlayın, bilin ki, onlar müsəlman deyil, münafiqlərdir, ikiyüzlülərdir. Ona görə buna qarşı biz çox diqqətli olmalıyıq. Münafiq nə idi? Yəni yadımıza salaq. Yəni dindəki insanlarla biz sizlə idik. Sonra qeyri-dindar olan insanlarla, dinə zidd gedən insanlarla isə mən onlara ələ salıram, mən əslində sizlənəm deyir. Münafiqin qürurunu sındırmaq lazımdır. Yəni münafiqin qüruru sındırılmalıdır. Buna bir mənalıdır. Bunu diqqət edək. Çünki bunlar fəsad törədənlərdir. Yəni elə bir şəxslərdir. Ona görə fəsadın qarşısını almaq üçün onların qürurunu sındırmaq lazımdır. Ona görə də buna da diqqət eləməliyik. Biz əvvəl bilməliyik mömin yoxsa münafiq, sonra münafiqin aldadıcı dediyi, zahirə elədiyi əməllərə, hərəkətlərə aldanmırıq və onların qürurunu sındırırıq. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.